Salam dəyərli takipçilərim. Bugün meşə vloqu çəkmək istədim sizlər üçün. Ailəmlə birlikdə meşəyə gəzməyə getmişdik. Hər il aprel ayının 5-i 15-i aralığında meşə yamyaşıl olur, çiçəklər açır. Hər yer o qədər gözəl olur ki, biz də bu fürsətdən istifadə edərək sadəcə gəzmək üçün və bir neçə çiçək toplamaq üçün meşəyə gedirik. Burada piknik edirik və müxtəlif təbiətdə olan bitkilərdən toplayırıq. Bugün də elə bir günlərdən biri idi. Meşəni görürsünüz, yəni havası, təbiəti insana o qədər huzur verir ki, biz burada meşənin dərinliyinə doğru gedirik. Orada nərgiz adlanan çiçəklər var. Onları toplamaq üçün. Hal-hazırda bu yolla getdiyimiz yerlərdə də var, videoda tam düşməsə də. İndi biz onları toplayacağıq. Burada isə görürük ki, bəzi ağaclar var ki, bəyaz çiçəklər açıbdır. Yəni ağ rəngli çiçəklər açıbdır və o çiçəklərin qoxusu da bütün meşəni götürmüşdü. Biz də burada yavaş-yavaş mənzərəyə baxa-baxa nərgiz çiçəklərini toplamaq üçün yolumuza davam edirik. İndi birazdan çatacağıq və dəstə-dəstə nərgiz toplayacağıq. Bu güllərin qoxusu o qədər belə fərah, təmiz, sərin qoxur ki, onu qoxulayanda hər dəfə sanki meşədəymişəm kimi hiss edirəm. Burada artıq düşmüşük maşından və ətrafı çəkirəm. Baxın, nərgiz gülünü artıq burada çəkmişəm. Belə topladım, amma gözümə az göründüyü üçün daha çox topladım. Biz qeyd edim ki, daha əvvəllər bunu gətirib qapıya da basırmışıq, yəni torpağa və bitibdir, hər il bitir. Bu il isə sadəcə olaraq evə toplayıb qoymaq üçün getmişdik. Burada da bir-bir yığıram. Qoxuları o qədər gözəldir ki, həqiqətən həm görünüşləri, həm qoxuları insan təbiətə gedəndə təbiətdə huzur tapır. Həqiqətən. Burada da nərgiz güllərimi bir-bir toplayıram. Burada isə bəyaz bir çiçək açmışdı ağac, amma bilmədim nə ağacıdır. Bu çiçəkləri də çəkmək istədim ki, sizlərə də göstərim. Orada yol var, yoldan gəldik bu tərəfə doğru. Bu da bizim meşəmiz. Gözəl bir vloq oldu, həm dəyişiklik oldu bizim üçün. Burada da nişanlım mənə güllər yığıb, nərgiz güllərindən hədiyyə edir. Belə, maraqlı bir vloq oldu. Vloqumu bəyəndiyinizi düşünürəm. Belə videoların davamı üçün məni izləyə bilərsiniz. Burada isə artıq geri qaydırıq. Ətraf o qədər yamyaşıl idi ki, meşədən çıxmışdıq. Dedim, buranı da bir çəkim, sizlər də görəsiniz mənzərəsini. Belə, vloqum bu qədər idi. Ümid edirəm ki, bəyəndiniz. Bəyəndinizsə kanalıma abunə olmağı unutmayın. Sağ olun.